Bilmem Samsung idi deyəsən. Samsung'un Pataryan maşını verir. Ağrıydı təptəzə. Gör bizim xalqımız nə gözəl xalqdır, onu gör nə qədər kömək elədik. Jüliya xanım çox kasıbdır. Keçən dəfə getdim, 3000 nə qədər yığdıq. Uşağı xəstə idi, o gün o vaxtı qışqırdı küçədə. Uşağın sudur qalx, ürəyə getməsi vardı, nə idi? İnansa bir dənə belə yerdən tikilmə bir evdə, elə bir daxal da. Yerdən tikilmə, ikili bir dənə 18 yaşında qızı var, bir də 7 yaşında qızı var balaca. Elə bir ki, hamısı bir dənə otaqda qalırlar, hamısı. Orada da çimirlər, peçin böyründə. Bir dənə bedələ vannaları var, vannanı götür, tökür. Mən getdim, yığdım, dedim bunu belə elə, onu elə. İndi prosto, nə, pul yığmışdım ki mən? Xərc çoxdur. Kən aldıq, motor aldıq. Müalicələrinə davam elədi, dərmanlarını aldıq. Çox pis gündəydilər, çox. Yemək yedilər, qav yumağa şəraitləri yox idi. Gedirdi, qışın günü suyun altında həyətdə belə yürürdü, krantdan gəlmə. Siz görməmişsən. Əri içəndir, amma gəlinizi çox mərifətli, ləyaqlı, elə qoca. Allah elə bilir mənə qismət eləmədi. Allah haqq. Nətər saxlayırsa o uşağı, o əri. Ərdə fəhli işləyir. Amma içəndə elə bir, hər dəfə qazananda bir dənə ucuz araq gətirir özündən. Evdə içir. Mən xanımın özünə görə eləm, uşaqlara görə. Pul nə tapır, 5 manat, 2 manat ara alırdı lan. Manatda qaraq. Mən gəlinə kömək edirəm. İçir, amma Allahdan sonra vurursa deləmir də. İçir, başına atır, yatır. Amma fəhlə edir, evi dolandırır, evə də baxır. Bazarlısa delir, gətirir. Yağın günü yadımdan çıxdı. Yağın günü özündə bir sənə tək qubekli evdə yerdən tikimə daxaldı. Ay Allah, istidən pişirdilər. Ventilatorları belə olmur. Yağış yağıb damır evə. Karbon vurublar papalığa. Ona görə baxıram, deyirəm, ay Allah, şükür, ay Allah bu günümüzə. Həqiqətən ehtiyac olanlar, pis gündə yaşayan insanlar var. Allah köməkləri olsun. Mən də kütləmdən əlimizdən gələni eləyirik. İndi hamam titir, qapıları, çən, su, gidir.